Salam əzizlər, dostlar. Dambalan pişirmanı öyrədirəm biləcə. Yox, kəsmanı öyrədirəm, nəzür pişirəcəksiniz. Bu halətdəki kəsiz, bax, gücü çıxardacaqsınız dambalanın içərisini. Gördür. Yaxşı, o iş. Ondan sonra bu halətdə bir daha bəsətdən belə böləcəksiniz. Bətərdən müqavimi deyil əziz. Gördünüz, əziz dostlar. Ondan sonra belə taxacaqsınız şişə. Bətər də məzundur. Dedik bu günlə dambalaqla kebabı yiyək. Bədən saziyə yaxçıdır. O uşaqlar da ki yeyinə işiyirlər, dambalan yesələr bellər, bəlkə də yeyinlərini işəməzlər. Yaxşı, o bir dəqiqə bir stop. Başlayaq. Əziz dostlar, dedik elə xubidə də bıraq bir iki şiş. Dambalanın yanında nə mənə? Bətər yapışa ikisi, pomidor, dambalan və kebab, xubidə. Baxın qardaşım, fəqət öyrəşim var. Mənə də irad az irad tutun. Fəqət o işi ki görürəm, onu öyrəşim. Təqdim edirəm tamam əzizlərə ki, mənə irad çıxartmırlar. Peysimdə mənə daha dolaşmırlar. Görürsən istoba. İndi bir gətdik həyətə, qəşək kebabla dambalanı pişirək. Yox. Əziz dostlara təqdim eləyək. Yox, bunlar da ki bir aləmdir da. Bir də da mənim əziz dostum var, qədimi dostlarımla. Onunla bahəmi o. Yox, aləmdir. Bu götürməyə, belə də götürməz. Qəzadır, hə, o çirağı deyir. Bağışda çürükdüm. Görürsən nə olacaq deyil.